Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about expression used throughout the day, from morning to evening. Before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description. Let's apply and see if our lessons are the right fit for you. Let's get started. First one, is sabahınız xeyir. Sabahınız xeyir, or just sabahın xeyir. Sabahınız xeyir or sabahın xeyir means good morning. Good morning. Sabahın xeyir. Good morning. Səhər yeməyinə nə var? Səhər yeməyinə nə var? Səhər yeməyinə nə var? Səhər yeməyinə nə var means what's for breakfast. What's for breakfast? What's for breakfast? Səhər yeməyinə nə var? What's for breakfast? For example, səhər yeməyinə yumurta və çay var. Səhər yeməyinə yumurta və çay var. Səhər yeməyinə yumurta və çay var. We have eggs and tea for breakfast. We have eggs and tea for breakfast. We have eggs and tea for breakfast. Səhər yeməyinə yumurta və çay var. İşə gedirəm. İşə gedirəm. İşə gedirəm. İşə gedirəm. İşə gedirəm. İşə gedirəm means I'm going to work. I am going to work. İşə gedirəm. For example, saat 8-də işə gedirəm. Saat 8-də işə gedirəm. Saat 8-də işə gedirəm. Saat 8-də işə gedirəm means I go to work at 8. I go to work at 8. Saat 8-də işə gedirəm. I go to work at 8. Görüşüm var. Görüşüm var. Görüşüm var. Görüşüm var. Görüşüm var. Görüşüm var means I have a meeting. I have a meeting. I have a meeting. I have a meeting means görüşüm var. For example, bugün saat 3'də görüşüm var. Bugün saat 3'də görüşüm var. Bugün saat 3'də görüşüm var. Bugün saat 3'də görüşüm var means I have a meeting at 3 today. I have a meeting at 3 today. I have a meeting at 3 today means bugün saat 3'də görüşüm var. İstirahət vaxtıdır. İstirahət vaxtıdır. İstirahət vaxtıdır. İstirahət vaxtıdır. İstirahət vaxtıdır means it's break time. It's break time. It's break time. It's break time means istirahət vaxtıdır. İstirahət vaxtıdır. For example, indi istirahət vaxtıdır. Biraz dincələk. İndi istirahət vaxtıdır. Biraz dincələk. İndi istirahət vaxtıdır. Biraz dincələk means it's break time now. Let's relax a bit. It's break time now. Let's relax a bit. It's break time now. Let's relax a bit. İndi istirahət vaxtıdır. Biraz dincələk. Nahara çıxıram. Nahara çıxıram. Nahara çıxıram. Nahara çıxıram. Nahara çıxıram. Nahara çıxıram means I'm going out for lunch. I'm going out for lunch. I'm going out for lunch. I'm going out for lunch means nahara çıxıram. Nahara çıxıram. I'm going out for lunch. For example, nahara çıxıram. Bir şey istəyirsən, nahara çıxıram. Bir şey istəyirsən, nahara çıxıram. Bir şey istəyirsən means I am going for lunch. Do you want anything? I am going for lunch. Do you want anything? I am going for lunch. Do you want anything? Nahara çıxıram. Bir şey istəyirsən, evə qayıdıram. Evə qayıdıram. Evə qayıdıram. Evə qayıdıram
means I am returning home. I am returning home. I am returning home. Eve qayıdıram. Eve qayıdıram means I'm returning home. For example, saat 6'da eve qayıdıram. Saat 6'da eve qayıdıram. Saat 6'da eve qayıdıram. I return home at 6 because I said qayıdıram. I return home at 6. I return home at 6. Akşam yemeği hazırdır. Akşam yemeği hazırdır. Akşam yemeği hazırdır. Akşam yemeği hazırdır means dinner is ready. Dinner is ready. Dinner is ready means akşam yemeği hazırdır. For example, akşam yemeği hazırdır, eve gel. Daha doğrusu süfreye gel. Akşam yemeği hazırdır, süfreye gel. Akşam yemeği hazırdır, süfreye gel means dinner is ready. Come to the table. Dinner is ready. Come to the table. Come to the table. Dinner is ready. Come to the table. Akşam yemeği hazırdır, süfreye gel. Film izləyirəm. Film izləyirəm. Film izləyirəm. Film izləyirəm means I'm watching a movie. I am watching a movie. I am watching a movie. Film izləyirəm. Məsələn, axşam adətən film izləyirəm. Axşam adətən film izləyirəm. Axşam adətən film izləyirəm means I usually watch movie in the evening. I usually watch movies in the evening. I usually watch movies in the evening. Akşam adətən film izləyirəm. And last one is gecəniz xeyir. Gecəniz xeyir. Gecəniz xeyir. Gecəniz xeyir means good night. Good night. Gecəniz xeyir. Good night. That's it. I hope you enjoyed. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more learning tips. Sağ olun. Görüşmek üzere. Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about present tense adverbs in Azerbaijani. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First of all, həmişə. 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 Həmişə means always. Always. Həmişə. For example, mən həmişə səhər yeməyi yeyirəm. Mən həmişə səhər yeməyi yeyirəm. Mən həmişə səhər yeməyi yeyirəm means I always eat breakfast. I always eat breakfast. Mən həmişə səhər yeməyi yeyirəm. Second one is adətən. Adətən. Adətən is usually. Usually. Adətən. For example, adətən saat 8-də oyanıram. Adətən saat 8-də oyanıram. Adətən saat 8-də oyanıram means I usually wake up at 8. I usually wake up at 8. I usually wake up at 8. Mən adətən 8-də oyanıram. Səhər saat 8-də, or just saat 8-də oyanıram. Usually is adətən. Adətən. Tez tez. Tez tez. Tez tez. Tez tez means often. Often. For example, o tez tez kitabxanaya gedir. O tez tez kitabxanaya gedir. O tez tez kitabxanaya gedir. O tez-tez kitabxanaya gedir means she often goes to the library. She often goes to the library. O tez-tez kitabxanaya gedir. Bəzən. Bəzən.
Bəzən. Bəzən. Bəzən means sometimes. Sometimes. Bəzən. Sometimes. Bəzən means sometimes. For example, bəzən mən avtobusla gedirəm, bəzən isə piyada. Bəzən mən avtobusla gedirəm, bəzən isə piyada. Bəzən mən avtobusla gedirəm, bəzən isə piyada. Means sometimes I go by bus, sometimes I walk. Sometimes I go by bus, sometimes I walk. Sometimes I go by bus, sometimes I walk. Bəzən avtobusla gedirəm, nadirən. 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 Nadirən means rarely. Rarely. Rarely means nadirən. Rarely means nadirən. Nadirən, I'm repeating, nadirən, rarely. For example, mən nadirən gec qalıram. Mən nadirən gec qalıram. Mən nadirən gec qalıram means I rarely come late. Mən nadirən gec gəlirəm means I rarely come late. I rarely come late. I rarely come late. Mən nadirən gec gəlirəm. Mən nadirən gec gəlirəm. I rarely come late. Heç vaxt. Heç vaxt. Heç vaxt. Heç vaxt means never. Never. Heç vaxt. Never. Heç vaxt. Məsələn, mən heç vaxt siqaret çəkmirəm. 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 Means I never smoke. I never smoke. I never smoke means mən heç vaxt siqaret çəkmirəm. Hal-hazırda. Hal-hazırda. Hal-hazırda means at the moment. At the moment, currently. At the moment means hal-hazırda. Hal-hazırda. For example, hal-hazırda yeni bir layihə üzərində işləyirəm. Hal-hazırda yeni bir layihə üzərində işləyirəm. Hal-hazırda yeni bir layihə üzərində işləyirəm. Means I'm currently working on a new project. I'm currently working on a new project. I'm currently working on a new project. İndi. 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 İndi means now. Now means indi. Now. For example, indi evdəyəm və dərs oxuyuram. İndi evdəyəm və dərs oxuyuram. İndi evdəyəm və dərs oxuyuram. Means I'm at home and I'm studying right now. I am at home now and studying. You can also say it like that. I am at home now and studying. I am at home now and studying. İndi evdəyəm və dərs oxuyuram. İndi evdəyəm və dərs oxuyuram. I am at home now and studying. Daim. 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 Daim means constantly. Constantly. Daim. For example, o daim musiqi dinləyir. O daim musiqi dinləyir. O daim musiqi dinləyir. O daim musiqi dinləyir. Means he constantly listens to music. He constantly listens to music. He constantly listens to music. O daim musiqi dinləyir. Ara sıra. Ara sıra. Ara sıra. Ara sıra means from time to time. From time to time. Ara sıra. Ara sıra is also rarely, but also from time to time. Ara sıra. Ara sıra. Məsələn, ara sıra babamı ziyarət edirəm. Ara sıra babamı ziyarət edirəm. Ara sıra babamı ziyarət edirəm. Ara sıra babamı ziyarət edirəm means I visit my grandfather from time to time.
from time to time. I visit my grandpa or grandfather from time to time. Mən ara sıra babamı ziyaret edirəm. Ara sıra babamı ziyaret edirəm. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are right for you. Don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşərik.